Goranboyda şəhidlərimizin övladları ilə birgə bayram tədbiri keçirildi. Şəhidlərimizin ailə üzvləri, bir qrup rayon ziyalısı, Həmkarlar İttifaqı sədrlərinin iştirakı ilə keçirilən bayram tədbirində Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan onların rifahının yaxşılaşdırılması istiqamətində aparılan sosial layihələr barədə ətraflı çıxış etdi. Rayon rəhbəri şəhidlərimizin əmanətlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək xoş arzularını çatdırdı. Çıxış edən digər tədbir iştirakçıları bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açaraq, cəmiyyətimizin həssas təbəqəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Daha sonra yeni ilin əsas personajı olan Şaxta Baba uşaqları təbrik edərək bayram hədiyyələrini təqdim etdi, uşaqlar şeirlər danışdı. Müxtəlif rəqs nümunələri və musiqi proqramı ilə davam edən tədbirdə uşaqlar simvolik şam ağacı ətrafında rəqs edərək əyləndilər. Siz de qatara düzülür, Şaxta Baba önündə yol qanun ətrafında fırlanaq 2025-ə əlvida deyək.